Rusiyada miqrantlarla bağlı yeni dövlət xidməti yaradılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən Daxili İşlər Nazirliyinin tərkibində vətəndaşlıq və xarici vətəndaşların qeydiyyatı xidməti yaradılıb. Daxili İşlər Nazirliyində əcnəbilərin vətəndaşlıq vəziyyəti və qeydiyyatı xidmətinin rəisi nazirin birinci müavini vəzifəsinə malik olacaq. Putinin digər fərmanı ilə Baş prokurorun müavini Andrey Kikot Daxili İşlər Nazirinin birinci müavini və nazirlikdə əcnəbilərin qeydiyyatı xidmətinin rəisi təyin edilib. Bu arada Kreml miqrantlarla bağlı yeni dövlət xidmətinin yaradılmasına aydınlıq gətirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugün keçirdiyi brifinqdə bildirib ki, Daxili İşlər Nazirliyinin tərkibində yaradılan əcnəbilərin vətəndaşlıq və qeydiyyatı xidməti Rusiyada miqrasiya proseslərini sadələşdirməyə və qeyri-qanuni fəaliyyətləri azaltmağa kömək edəcək. Onun sözlərinə görə, bu miqrasiya prosesləri ilə bağlı məsələləri daha effektiv həll etməyə və bu işin dinamikasını artırmağa, qurumlar arasında koordinasiyanı yaxşılaşdırmağa imkan verir. Əlbəttə ki, əsas vəzifə miqrasiya proseslərini sadələşdirmək və Rusiya qanunlarını həyata keçirmək, qeyri-qanuni fəaliyyəti azaltmaqdır deyə Kremlin sözçüsü vurğulayıb.